Bu videoda layihə ideyasının formalaşdırılmasından danışacağıq. İlk növbədə bilməliyik ki, layihənin ideyası layihənin qısa formada təsviridir. Hər bir layihənin uğurla həyata keçirilməsi üçün onun ideyası aydın olmalı və hərtərəfli şəkildə düşünülməlidir. Hər bir layihə ideyasının mənbəyi həll olunmamış və ya yetərincə həll olunmamış mövcud problem və ya ehtiyacdır. Yəni bizim layihə ideyamız hər hansı bir problemin həllinə yönəlməli və ya hər hansı bir ehtiyacı qarşılamalıdır. Layihə ideyamız 4 vacib suala cavab verməlidir. Hansı problemin həllinə yönəlib, hansı hədəf qrupunun ehtiyaclarını qarşılayacaq, ideyamız həyata keçirildiyi zaman hansı fəaliyyətlər həyata keçiriləcək və bu fəaliyyətlər necə təşkil olunacaq? Bəs əgər layihə ideyamız yoxdursa, biz onu necə formalaşdıra bilərik? Müasir dövrümüzdə ideyanın formalaşdırılmasının bir çox üsul və alətləri mövcuddur. Bunlardan ən geniş yayılmış alətlərdən SWOT təhlili, mind mapping, yəni beyin xəritəsi, 6 düşüncə şapkası, rol oyunu və bu kimi digər alətləri misal göstərə bilərik. Ən geniş yayılmış alətlərdən biri beyin fırtınasıdır. Siz bunu layihə komandası ilə, iş yoldaşlarınızla, dostlarınızla hətta həyata keçirə bilərsiniz. Çox sadə prinsipə əsaslanır. Hər bir qrup üzvü öz fikrini, ideyasını səsləndirir. Daha sonra müzakirələr aparılır. İdeyalar bir-bir qeyd olunur. Bu ideyalardan ən yaxşısı və yaxud da ən yaxşıları seçilərək təqdim olunur. Elə düşünək ki, müxtəlif üsullardan istifadə edərək bir neçə layihə ideyası tapısınız. Bəs bu layihə ideyaları içərisində ən uğurlusu hansı ola bilər? Buna qərar verməmişdən öncə müxtəlif alətlərdən istifadə edərək ideyanızı test edə bilərsiniz. Ən geniş yayılmış üsullardan biri SWOT analiz, Azərbaycan dilində gizit təhlil metodudur. Yəni, hər bir ideyanızı bu metod vasitəsilə test edə bilərsiniz. Hər bir ideyanız üzrə güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələri qeyd edirsiniz. Əgər ideyalarınız içərisində güclü tərəfləri daha çox olan, zəif tərəflərini güclü tərəflərə, təhlükələrini imkanlara çevirə biləcəyiniz ideya varsa, həmin ideyanı əsas götürərək layihə yazılışına başlaya bilərsiniz. Daha öncə də qeyd etdiyimiz kimi, hər bir layihə ideyası bir problemin həllinə yönəlməlidir. Layihə yazılışı zamanı problemin təsviri hissəsini daha dolğun şəkildə yazmalısınız. Unutmayın ki, ekspertlər qrupu tərəfindən layihəniz qiymətləndirilən zaman həmin hissəyə xüsusi diqqət yetirilir. Yəni, siz problemi necə müəyyən etdiniz? Bu hissədə problemi necə müəyyən etdiyinizi əsaslandırmalısınız və problemin aktuallığını xüsusilə qeyd etməlisiniz. Nəzərə almaq lazımdır ki, problemin təsviri hissəsini yazdığınız zaman öz şəxsi fərziyyələrinizin əvəzinə etibarlı mənbələrə, statistik göstəricilərə, araşdırmalara əsaslanmalısınız. Misal üçün, elə hesab edək ki, erkən nikah problemi ilə bağlı layihə təklifi hazırlayırsınız. Bu zaman problemin təsviri hissəsində Dövlət Statistika Komitəsinin son illəri əhatə edən statistik göstəricilərindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatlardan, müstəqil ekspertlər qrupu tərəfindən aparılmış araşdırmalardan istifadə edərək problemin aktuallığına əsaslandıra bilərsiniz. Beləliklə, bu videoda layihə yazılışında əsas olan iki komponentdən, layihə ideyası və problemi necə müəyyən etdiyimizdən danışdıq. Bu məlumatlar sizin üçün ilkin yol xəritəsi ola bilər. Hər birinizə uğurlar arzulayıram.